Ay Reşit, niye bana söz vermişsin ay Reşit? Sen söze bakan balaydın ay Reşit. Kızım ben nasıl başlayarım? Bana işare verin. Çarpışım ay Reşit. Hayatı parça parça olan Reşit. Dünyası parça parça olan Reşit. Tez açılıp tez olan Reşit'im. Ay Reşit'im, ay Reşit'im. Sen söze bakan balaydın ay Reşit. Yandım ay Reşit. Yandım ay Reşit. Yoktu bana, bay bana, var yetezer yavdarına, bay Reşit. Bütün güzeller tezer yavdarına, bay Reşit. Reşit'im, bay Reşit'im, sen Reşit'im. Hayatı paramparça olan Reşit'im. Dünyası parça parça olan Reşit'im. Hiç dünyanın lezzetini bilmeyen balam. Ay balam, ay balam, ay balam. Ay balam ey. 10 diye yığacağım. Sağ Reşit'im. Reşit bilirsen de balaydı. Benim her derdime kalırdı, her derdime kalırdı. Her yere giderdim benden de, her yere. Ben indi 5 yılda onu gezirim tamam bilmirəm. Niye burada Niye onu tabii? öldürdüler, niye onu mahvelediler? Niye balamı, saf balamı, temiz balamı? Niye o bu çirkafda ona yer olmadı, bu çirkaf dünyada ona yer olmadı? Eldeki devlet yadırmış. Ona göre. Hayatı parça parça olan Reşit. Dünyası parça parça olan Reşit. Anası yaman güne koyar Reşit. Anası bıçaklara salar Reşit. Ay Reşit'im. Ben doktor Şəmsəddin Babayev. Şehidimin atasıyam. Bəli. Suraya müəllimə, 44 ilin müəllimi onun anasıdır. Ne sualımız var? Şəhidin məzarı niyə bərpa olunmuyor? Bu səbəbi nədir bunun? Necə ki müharibəyə qalmış Polat Həşimovu bizim Müdafiə Nazirliyi, xeyr bu təhqir deyil, bu olan hadisələrdir. Təsdiqini də tapıb. Mənim oğlum da Rəşid Babayev, generalımızın Polat Həşimovun tibb xidməti reisi idi, baş leytenantı idi. 23-27 yaşında. İmkan ver mən danışım. Və kim ki Poladın tərəfdarı idi, müharibəyə salınmalı idi və qətlə yetirilməli idi. Faktiki 27 sentyabrda leytenant həkimlər deyiblər ki, Rəşid xəstədir. Rəşid 2000 metrdə daş kəsəndə bir təhər dözür. Kəlbəcər uğrunda döyüşlərə yuxarı qatılsa, 3000 metrə qatılsa, o orada yıxılacaq. Deyiblər ki, Rəşid ölməlidir. Və bunu kim deyib? Hərbi hissənin əslən Kəlbəcərli olan doktor Oktay Kamalov deyib ki, bəli, mən 93-cü ildə valideynlərimi itirmişəm, mənim gözümə dünya görsənmir. Qoy Rəşid də ölsün. Beləliklə, Rəşid müharibəyə qalxan kimi yıxılır qusur, vəl-vələ içərisində hərbi prokurorluğun yazdığı kimi Rəşid X mövqeyini tərk etmədi. 8 gün, 8 gecə yağışda, palçıqda əsə-əsə bir sürücüsü və felçerin köməyi ilə yaralılara kömək göstərdi. Təsəvvür edin, Rəşid sağ olsaydı, xeyli şəhid olmağının qabağını alacaqdı. Görün, Şəmkir korpusu nə boyda cinayətə əl atıb və əgər 10 şəhid olacaqsa, yəqin orada 20 şəhid olub, 30 şəhid olub. Və ona görə də deyirəm ki, Müdafiə Nazirliyinin generalları müharibəyə qədər Polat Həşimovu qətlə yetirdilər və düşdülər onun Sadiq həkiminin dalınca. Beləliklə, mən 7 oktyabrda rəsmi olaraq psixoloji yardım adı ilə Şəmkir korpusunun rəsmi qeydiyyatdan keçdim. Odur ki, mən də vətən müharibəsinin veteranıyam artıq. Və 8 oktyabrda rəsmi icazə aldım, oğlumla görüşdüm. Gördüm ki, oğlum psixi olaraq sarsılıb. Nəyə görə? Onun sevimli generalını yanımda öldürüblər. Və mənə hələ o vaxt deyirdi müharibədən qabaq, ata, bizim hamımızı qıracaqlar. Və belə də oldu. Və onlar başa düşdülər ki, xəstə adamı müharibəyə çıxarıblar. Ona müalicə təyin eləmək əvəzinə bizim başımızı girədilər, bizi yola verdilər və dedilər ki, qayıdın Bakıya,
biz sizin oğlunuzu bir daha döyüşlərə qatmarıq. Aşağıda briqadır qalıq xidmətlər. Amma mən qaydandan sonra başlayıblar ona fiziki zorakılıq göstərməyə, ona psixi zorakılıq göstərməyə, sən özünü xəstəliyə qoymusan. Beləliklə biz məcbur oluruq atabala 23 oktyabrda müharibənin ortasında qaynar xətdən zəng edirik Müdafiə Nazirliyinə və mənə deyir ki, ata, sən raportu artıq apar. Beləliklə 23 oktyabrda raportu aparıram ki, mənim oğlum psixi vəziyyəti dəyişib, pis vəziyyətdədir, bədəni xəstədir, başı gecələnir, yıxılır. Nə istəyirsiniz? Heç də. Komandir mənim oğlumdan əl çəksin, onun üçün müalicə təyin eləsinlər. Və bunlar görürlər ki, dükan tozdur. Biz 27 sentyabrda xəstə həkimi yuxarı qaldırmaqla cinayət eləmişik, şəhidlərin sayını artırmışıq. Bu həkimin qabağında danışa bilmərik. Həkim xəstəlik kağızlarla gəlib, biz neyniyək? Biz onu götürək, məcburi şəkildə burada, Bakıda yox, baxmayaraq ki, qan həkimi, hematoloq Bakıdadır. Biz onu Gəncə Hərbi Hospitalında və Şəmkir Korpusunda bunu məcburi həkim komissiyasından keçirək. Həkimlərə tapşırırlar və Rəşidə deyir zampalit. Demək, Şəmkir Korpusunun zampaliti Rasim Manafov. Deyir ki, Rəşid, həkimlərə tapşıracağım, səni sağlam yazdıracağım, səni 15 il həbsə atacağım, yufka giyindirib səni arvad eləşdirəcəm. Bu uşağı sındırır. Və beləliklə 23-24 oktyabrda, 24-25 oktyabrda bunlar hər bir həkim komissiyasını təyin edirlər. Oğlum deyir ki, axı mən Şəmkirdən komissiyada niyə keçməliyəm? Hematoloq Bakıdadır. Mənə də hələ 17-si avqustda həkim yazıb ki, sən getməlisən Bakıda hematoloqun müayinə müalicəsindən keçməlisən. İki, hərbi polis çağırırlar. Elçin Kimov, Hüseynovlar qardaşlarını çağırırlar. Uşağın qolunu bururlar, güclə basırlar maşına. Sol qulağı kəsilir, qanıyır. Bunu hərbi prokuror da işdə yazıb. Və bunu bütün həkimlər girir psixiatrın yanına deyir ki, mən dünyadan ləzzət almıram. Mən yaşamıram. Yazır 2 dəqiqə psixiatr. Şikayəti yoxdur, sağlamdır. Və ən böyük bəlanı psixiatr gətirib bizim başımıza. Və o birisi həkimlər də bizi tanıyırlar. Əmisi böyük postda olub hərbi hospitalda. Misal üçün Kərim Vəliyev 2 ulduzda leytinat rütbəsində, mənim o qardaşım kapitan rütbəsində olub. Kərim Vəliyev mənim qardaşıma kes verib general olub. 4 il bizi fırladır, bizi qəbul eləmir. Üzr istəyirəm. Hətta o qara fəhləni də qəbul edib, bizi qəbul eləmir. Çünki bizi qəbul eləsə işə baxılmalıdır, 5-6 nəfər həbs olunmalıdır. Və ona görə də komissiyadan keçirəndən sonra uşaq başlayır təlatümə ki, bunlar məni sağlam yazdılar, amma mən yıxılıram. Neysə, mən məcbur oluram. 12-si noyabrda müharibədən 2 gün sonra bütün xəstəlik kağızlarını gedirəm Gəncə Hərbi prokurorluğuna ki, bu uşağı niyə incidirsiniz? Və zampalit eşidir ki, ata gəlib, xəstəlik kağızları ilə bunun qabağında heç bir həkim danışa bilməz. İbarəli şəkildə belə deyirəm. Qır atıb minir Şəmkir Korpusunda, qovur birbaşa Göygölə, çünki oğlum döyüş şəraitində hələlik Göygöldə yerləşirdi. Və güya iclas keçirib. İllərlə bura gəlməyən bu haydı-haydıda iclas keçirir. Yaxşı, sual olunur. 26 nəfər burada hərbisi var. Komandir var və oğlum yeganə həkimdir və tip xidməti rəisidir. Sən bu iclası tip xidməti rəisiz necə keçirirsən? Demək ki, cavab burada meydana çıxır. 1. Əgər mənim oğlum xəstə olubsa, gəlməyibsə iclasa, demək onun üçün həkim çağırmalıydın. 2. Sən həkim çağırmamısan, oğlumu iclasa çağırmamısan, məqsədin qətli yerinə getirmək üçün iclas planını qurmaqdır. Demək, bölmənin tədqiqatçısı Rəşadat Muxtarov iclası davam edib, bu çıxıb, əlcək giyinib, girib hərbi maşına, sürücünün tək atışa qoyulmuş silahını götürüb, oğlumun çənəsinin altından qoyub vurub, sonra bunun cırılmış paltaları yandırılıb, subutlardır, aydındır mı? Mən Gəncə prokurorluğunda oturmuşam, baş müstəntiq Elin Hacızadə mənlə danışır, işi ayırt edirik, görürəm ki, mənim oğlumun ağlı başından çıxmayıb, amma vəlvələ içərisindədir. Sevinirəm ki, ağlı başındadır. Mən də dünya səviyyəli bir psixoterapevtəm. Mən sağaldaram oğlumu. Əsas odur ki, bu sağ çıxdı müharibədən. Və saat 7-də zəng gəlir. Bu 3-5 dəqiqə danışır, ibarəli şəkildə, belə qəribə danışır, mən başa düşmürəm. Və deməmişkən, buna deyirlər ki, bəs oğlanı qətlə yetirdik, sən ata ki, Göygölə gələcəkdir sabah, axşamdır, özdə hərbi vəziyyətdir.
İndi bunu bırakmazlar. Geçsin Yeni Gəncədə gecələsin, səhər də gələr. Bəs Toğanalı kəndində oğlunun bəs məsələsini araşdırar. Mənə xəbər vermirlər. Başım üstənci qalxıb mənim yanında bu söhbət eləyib. Mənə nə deyir? Doktor bilirsiniz, sizlə tanış olduq, oğlunuz da talantlı uşaqdır. Mənim də anam həkimdir, filandır, bəs məkandır. Bəs mən də pis oluram. Mənim yoldaşımdır zəng eləyən. Deyir ki, kombi xarabdır. Görürsünüzmü? Bakıda hava yaxşıdır, siz bura sapokla gəlmişsiniz, soyuqdur bura. Mən usta tapıb kombi ustasını aparmalıyım evə. Belələr məni yola salır, gecə saat 11-də mənə zəng eləyirlər. Nəyə görə? 7 ilə 11 arasında bütün postlara mən oğlum Rəşidin həkim yoldaşlarla institutda oxuyanda kömək eləmişəm, onların malcəsinə məşğul olmuşam. Hamısına deyirlər ki, kim Rəşidin atasını tanıyır, ona telefonda belə baş sağlığı versə, sizi vətən xaini çıxardacaq. Saat 11-də mənə zəng olur. Hardasınız dedim, bilmirsiniz hardayam. Yox, bilmirik. Dedim, mən Yeni Gəncədə gecəliyib oğlumun yanına. Rəşid vəfat edib. Niyə? Deyə bilmərik. Gəlin gecə ilə. Yox, Rəşid 5 saniyəyə vəfat elədi. Bax, ondan sonra nə ediblər? Mənim oğlumu təmtəraqlı şəkildə aparmışıq. Təzə Zampolitlə, Rauf Qəmbərovla. Gəncədə yumuşuq məsciddə, bayrağa bükmüşük. Təntənəli şəkildə gətirmişik. Amma hərbi hissədən ondan sonra heç kəs gəlməyib. Bu belə. Və mən də fikirləşirəm ki, biz Yasamal qəbristanlığında, şəhidlərin yanında, generalın yanında onun tim xidməti rəisini dəfn eləyəcəyik. Beləliklə, oğlumu qətlə yetirən Rasim Manafov gizli nömrədən zəng eləyir. Yasamal rayon icra hakimiyyətinin şərəfsiz maymaq icra başçısı Elşad Həsənova. Mən daha ağır sözlər deyə bilərəm. Çəkiliş qarşısında təkfir eləməyəcəm. Mən Cəlal Əliyevin Milli Məclisdə satqınlara dediyi söymirəm ha. Kişidir Elşad Həsənov, məni mangelirlər. Deyirlər ki, o şəhid həkim Yasamal qəbristanlığında şeydə bastırılmayacaq. Şəhidlər xeymanında bastırılmayacaq. Dedim, zibillikdə bastırılacaq. Nə zibillik çıxartdım. Dedim, 3 aydan sonra bunu çəkmişəm. Zibillikdir ora. Bura gördüyünüz yeri zibillikdir. Covid dövründə ölənlərdir. Mənim oğlumdan sonra tarixə baxın. Və şərəfsizliyin dərəcəsinə bax. Götürürlər köynə qəbrinə. Burada təzə qəbri vardı. Salırlar mənim oğlumu bu araya. Mən də başa düşmürəm. Gəlirəm molla ilə. Gülü qoyuram o yana ki, geniş sahədir. Tamam açıqdır. Oğlum gəlir deyirsən, ora gül niyə qoyursan? Ora filan kəsin atası gelib rəhmətə, 40-ı çıxmayıb. Hələ düzəldirməyib. Ondan sonra başa düşürəm ki, bunlar bizi araya salmaqla məqsəd bu olub ki, biz burada bir dənə məqbərə ucalda bilməyək, burada nə edə bilməyək, bu itib qalsın. Beləliylə. Məqsəd bu olub. Zibilliyə salınsın. Bu işə baxmır. Bütün sübutlarımız var. Nə polislər cinayətə cəlb olunur, nə icra başçısı. Həcətiz kim Heydər Əliyevi eləyirsiniz? samolyotda gətirəm mən. Onun oğlu İlham Əliyevə mənim məktublarım niyə çatmır? Mənim elmi rəhbərim, akademik, Putin aparatında böyük bir mövqedədir. Nömrəli məktubumuzu İlham Əliyevə çatdırıb. İlham Əliyevin Polad Həkimovun bacısı bizim ağrımıza acıdı. Kəmala xanım axır dedi, doktor Şəmsədin, sizin məktublarınız çatmır. Mən sizin məktublarınızı əlbəl İlham Əliyevə və Mehriban Əliyevə yazın. Əlbəl verəcəm Anar Ələkbərova. Mən bilmək istəyirəm, Anar Ələkbərov. Bizim məktubumuzu niyə çatdırmırsan prezidentə və vitse-prezidentə? Mən daha nə eləməliyəm? Mənim bir əlacım qalır. Mən İngilizcə, Rusça, Azərbaycanca dünyaya məlumat verəcəm. Müəllimənin minlərlə tələbələri Avropadan zəng eləyirlər, Türkiyədən zəng eləyirlər ki, gələk məqbərə ucaldaq. Birinci 1 metrə, 2 metrə sahədə məqbərə ucaltmaq olmaz. Mən məqbərə ucaltmaq istəsəm, götürərəm uşağımın sümüklərini apararam. Türkiyobada, Boradiya qəsbəsində, Masallıda doğulub, anamın həyətində. O vaxt icazə verirlər evdə doğuşa. Orada mən məqbərə ucaldaram. Çox böyük məqbərə ucaldaram. Mən ucaltmaram. Müəllimənin tələbələri ucaldar və akademiyalarda fəxri üzvəm xaricdə onlar bunu eləmək istəyirlər. Mən bilmək istəyirəm İlham Əliyev. Bu sənin üçün xoş olacaq. Bu sənə ləzzət eləyəcək. Axı, hələ də bizim Rusiya ilə münasibətlərimiz qalıb. Doktor, müraciətin kimədir? Nə istəyirsən? Müraciəti kimə deyəcəm? Müraciətim İlham Əliyevə və Mehriban xanıma. Axı, biz paşa evlərlə işləmişik. Biz Heydər Əliyevlə işləmişik. İlham Əliyevlə işləmişik. Və bizim kobud söz də olsa 100 xidmət eləyib. İlham Əliyev, imkan ver. Mənim Poladdan olan yumruğumu sənin dəmir yumruğumun üstünə qoyum. Axı, Müdafiə Nazirinin generalları bugünə qədər yenə şərəfsizliyin davam edirlər. 1000 dənə oyun çıxardırlar.
Sənin adıma biz sözlər qoşurlar və cəmaət də elə bilir ki, İlham Əliyev iş görmək istəmir. Mənim səndən və Mehriban xanımdan narazılığım yoxdur. Narazılığım bircə ondadır ki, məni qəbul elə ginən. Həqiqəti qabağıma qoyaq. Bir-iki dənə o şərəfsiz generalı rədd elə, o iki qovandan qoy dallarından rədd elə onları da. Oldu doktor, yəqin kanallarımız vasitəsilə səsinizə səs verirlər. Təşəkkür edirəm, sağ ol.